Özünün folkloru, adət-ənənəsi ilə seçilən Lənkəranlılar çərşənbənin səhərsini də özünə məxsus qaydada qeyd edirlər. Adəti üzrə hər il Lənkəranlılar çərşənbənin səhəri rayonun Stəmurdov kəndindən keçən Lənkəran çayının kənarında qeyd edirlər. Çay kənarında qohumlar, tanışlar, dostlar hal-əhval tutur, bir-birlərinin bayramlarını təbrik edirlər. Kimiləri xatirə şəkilləri çəkdirir, kimiləri isə alış-veriş edir. Sonra yaxınlar birlikdə çaydan su götürüb əl üzlərini yuyub, çərşənbələrini təbrik edirlər. Suya niyyətlərini deyir, dərd-qəmlərini isə çay vasitəsilə axıb getməsini arzulayırlar. Evlərdə olan köhnə paltarlardan götürüb suya atırlar. Su üstünə gələn Lənkəranlıların əsas niyyətlərindən biri də budur ki, işğal altında olan Azərbaycanımızın gözəl güşəsi olan Qarabağımız ermənilərdən azad edilsin. Növbəti il İsa bulağında Göyçə gölünün üstünə getməklə qeyd edilsin. Su üstə gəlməli əsas xüsusiyyəti ondan ibarət ki, həyat sudan başlayır, dünya da su üzündə qurulur. Su olmayan yerdə həyat yoxdur. Qədim ənənədir, biz də onu davam etdiririk. Arzu edirəm ki, bütün xalqımız bu ənənəni davam edəcək, yaşatsınlar. Gələcəkdə biz bunu öz övladlarımıza ötürə bilərik. Aydınlıqdır, buradan su götürürük. Məsələn üçün, gedib evimizə səpirik, yəni bollluq, bərəkət rəmzi sayılır da su. Bütün milli bayramlarımızı təbrik edirəm. Arzu edirəm ki, bu gözəl adət-ənənələri Qarabağda işğal olunmuş torpaqlarımızda gözəlliyi ilə qeyd edək. Lənkəranlı din xadimləri bu adətin İslam dini ilə heç bir bağlılığının olmadığını, əksinə bu adətin daha da qədimlərə gedib çıxdığını bildirirlər. Yerli sakinlər su üstünə gəlmələrinə hərəsi bir cür izah edir. Əsasən suyun həyat olduğunu, susuz yaşamağın mümkün olmadığını və suyun pak olmasını bildirdilər. Bəziləri isə bu suyun lal su olduğunu deyirlər. İzahı isə çox asandır. Suyu bardağa dolduran şəxs ta evə kimi yol boyu heç kimlə danışmamalıdır. Yalnız evə çatıb o sudan evə, ailə üzvlərinin üstünə atandan sonra niyyət edilir, xeyir-dua verilir. Burada yerli əhali şəhərin qonaqları ilə yanaşı əcnəbi vətəndaşlara da rast gəlmək mümkündür. Onlar da yerli sakinlər kimi bardağı doldurub əl üzlərini yudular. Bu adət onların da xoşuna gəlib. Bildirdilər ki, ölkələrinə gedəndən sonra gördüklərini yaxınlarına danışacaqlar. Sizin adət-ənənələri çox öyrənirik. O çox maraqlı biz üçündür. Dünən biz Hoppan'a gittik, o yanıq 7 dənə. Çox maraqlıdır. Və yavaş-yavaş öyrəşirik. Vətəndaşların asayişini qorumaq və onların rahat hərəkətini təmin etmək üçün Əraziyə Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Lənkəranda su başında olan Çərşənbə bayramı günün ikinci yarısına kimi davam edib. Nazilal Məmmədova, İlkin Rızayev, Zahir İsmailov, İnteraz, Lənkəran.